Fəslin öz adı, hər meyvənin öz dadı. Bugün qızmar fəslinin təyyarlarından danışacağıq. Daha dəqiq desəm, susuzluğumuzu hardasa bir balaca yatıran üzümdən, şanıdan. Çox faydalı və qiymətli olan bu bitki ta qədimdən becərilir. Azərbaycanda üzümçülüyün qədim tarixi olub. O cümlədən Abşeronun Buzovna kəndində də qədim üzüm növləri olub. Ata-babalarımız bu üzüm növlərini bugünkü günə kimi qoruyub saxlayıblar. O cümlədən mən də 35 ildir bu sahədə çalışıram. Qədim üzüm növlərini artırmaqla məşğulam. Çox qədim üzüm növləri var. Hal-hazırda məndə bir 30-dan çox qədim üzüm növü var. Bunların ən birincisi Ağşanıdır. Bizim qədim üzüm növümüz Abşeronun üzümüdür o. Çünki onun adını gərək birinci çəkim ki, o qədim üzüm növüdür. İkinci Qaraşanıdır. Şabranı növü var. O gec yetişir, payız ayında yetişir. Çox şəkərliyi çox yüksək olur. Ondan əlavə sargili olur. Bizim Tuvay bağlarında, Buzovnanın Tuvay bağlarında ancaq o üzüm yaxşı yetişib. O üzümü başqa yerdə məsələn aparıb əkiblər, o nəticəni verməyib. Azərbaycan süfrəsində üzümün min bir dadı, tamı, görkəmi, gözəlliyi var. Mətbəximizdə üzümdən kişmiş, şərbət, bəhməz və bir sıra xeyirli təamlar hazırlanır. Müəyyən edilmişdir ki, üzümün şirəsində müalicəvi əhəmiyyətli maddələr var. Üzümün giləsi və şirəsi ürək, qan-damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliyində çox xeyirlidir. Üzümdən hazırlanan doşab qan azlığında ümumi zəiflikdə istifadə olunur. Qurudulmuş üzüm giləsinin qan azlığına böyük xeyri var. Üzüm yarpağı süfrəmizdə ən sevilən xan yeməklərindən dolmanın köynəyidir. Dünyanın ən sevilən içkiləri də üzümdən hazırlanır. Gün ərzində bir bardaq üzüm şirəsi içmək orqanizmin bütün vitaminlərə olan tələbatını ödəyir. Bəs görəsən, üzümdən alınan içkilər hansı növdən hazırlanır? İçki üçün hal-hazırda bizdə Meranda sortu var. Çox yüksək məhsul verir. Demək, onu xarici ölkələrdə də, Fransada da aparıblar, yüksək qiymətə satılır. Onun hər hektarından 25 ton, 27 ton məhsul dərilir. Əgər onun servisi qulluq olunsa, hər hektarı 27-25 ton məhsul verir. Bu da demək olar ki, üzümçülükdə ən yüksək, məsəl üçün, göstəricidir. Başqa, məsəl üçün, bizim hələ Qaraşanından da yüksək növlü, şəkərli şərab hazırlayırlar. Hal-hazırda Bakıda da hazırlayırlar. Hər üzüm növündən şərab hazırlamaq olar. O, baxır üzümün şəkərliyinə. Ağşanı, yəni Qaraşanından qədimdə doşab pişiriblər. Həmin doşabı daş hovuzda ayaqları ilə döyüblər, onun suyunu mis tavada töküb doşab pişiriblər. Həmin doşabı da qış ayında yiyiblər, insan bədəni üçün, insanın qüvvələnməsi üçün çox zəruri məmulat olur. Dünyanın gözü səndə, söhbəti sözü səndə. Dolanır zaman keçir, zamanın izi səndə. Doğuşmayın yaşını, baharını, qışını. Gül dağına döndərdi, sabahını daşıdı. Ulu dağlar arxalı, çöllər üzüm sırğalı. Hər üzüm giləsində, günəşin gözü qalır. Nahaqdan Azərbaycanı cənnətə bənzətməyiblər. Barlı bərəkətli bu torpağın sərvətinə sahib olmağı bacaraq, hər fəslin gözəlliyini duyub qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün. Əkdilər yeyək, yedik ki, əkək.